Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Şəhər rayonunda iri miqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanı və qüvvələrinin idarə olunmasını təşkili mövzusunda təlim keçirilib. Mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiya vermə qabiliyyətini və birgə fəaliyyətlərini yoxlamaq məqsədi ilə keçirilən təlimə Şəhər rayon İcra Hakimiyyətinin mülki müdafiə qərargahı, rayon fövqəladə hallar üzrə komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri və Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarının şəxsi heyəti və texnikalar cəlb edilib. Təlimin planına uyğun olaraq Şəhər rayonunun Qarxun kəndində Richter cədvəli üzrə 6,8 bal gücündə şərti zəlzələ qeydə alınıb. Nəticədə şərti dağıntılar və insan itkisi baş verib. Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri xəbərdar olunaraq siqnal əsasında toplama məntəqəsinə yürüyüş ediblər. Ərazidəki qəzalı elektrik, qaz və su xətlərində təmir bərpa işləri aparılıb və epidemiya əleyhinə tədbirlər görülüb. Şərti zəlzələ nəticəsində dağıntılar altında qalan vətəndaşlar xilas edilərək tibb heyətinə təhvil verilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və səhiyyə ocaqlarına çatdırılması təmin edilib. Təlimin sonunda yekun olaraq belə nəticəyə gəlmək olar ki, Şəhər rayonunun hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri Nazirliyin digər struktur qurumları ilə qarşılıqlı fəaliyyətdə qarşıya qoyulan məqsədlərə nail oldu və demək olar ki, kommunal sistemlərdə baş verən qəzalar operativ şəkildə aradan qaldırıldı. Eyni zamanda uçqun, dağılmış, yanğın bürünmüş binalardan xilas etmə işləri, axtarış, xilas etmə, qəza bərpa işləri uğurla həyata keçirildi. Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olundu. 400-dən çox şəxsi heyət və 60-dan artıq texnikanın cəlb olunduğu təlimin sonunda məşqin təhlili aparılıb, aşkar edilmiş çatışmazlıqlar qeydə alınaraq müvafiq tapşırıqlar verilib. Təlimdə iştirak edən aidiyyatı təşkilatların nümayəndələrinə fəxri fərmanlar təqdim edilib. Heydər Məmmədov, Tərlan İbrahimova, Vurğun Bağırov, NTV Xəbər.